Salam, kainatın sonsuz sirlərinə və ulduzların pıçıltısına qulaq verən dəyərli izləyicilərimiz. Bugün 8 maydır. Baharın bu enerjili günündə göy üzü bizə həm maddi, həm də mənəvi aləmdə yeni qapılar açır. Planetlərin bugünkü düzülüşü daxili gücümüzü kəşf etmək, yarımçıq qalmış arzularımızı reallığa çevirmək və həyatımızın sükanını daha inamla idarə etmək üçün bizə unikal bir fürsət təqdim edir. Hər bir bürcün bugünkü hekayəsi fərqlidir. Bəzilərimiz üçün sükut və hüzur, bəzilərimiz üçün isə sürətli və qətiyyətli addımlar ön plandadır. Əgər siz də ulduzların bugün üçün hazırladığı o dərin və maraqlı ssenarini eşitməyə hazırsınızsa, gəlin vaxt itirmədən 8 mayın böyük astroloji mənzərəsinə daxil olaq. Ruhunuzu dincəldəcək və yolunuzu işıqlandıracaq proqnozlarımız başlayır. Qoç, əziz qoçlar, bugün Marsın sizin bürcünüzdəki sarsılmaz enerjisi sizi hər zamankından daha dinamik və döyüşkən edir. 8 may tarixində daxilinizdəki o sönməz alovun sizi yeni zirvələrə doğru itələdiyini hiss edəcəksiniz. İş həyatınızda qarşınıza çıxan maneələr bugün sizə sadəcə aşılması lazım olan kiçik pilləkənlər kimi görünəcək. Liderlik qabiliyyətiniz və qətiyyətiniz sayəsində həm rəhbərliyin, həm də həmkarlarınızın hörmətini bir daha qazanacaqsınız. Lakin unutmayın ki, bu qədər yüksək enerji bəzən impulsiv və düşünülməmiş sözlərə yol aça bilər. Odur ki, kəskin qərarlar verməzdən əvvəl dərindən bir nəfəs alıb mənzərəni analiz etmək sizin xeyrinizə olar. Maddi mənada yeni gəlir mənbələri və ya keçmişdə atdığınız bir addımın bəhrəsini görmək ehtimalınız çox yüksəkdir. Şəxsi münasibətlərdə isə səmimiyyət və ehtiras dolu anlar sizi gözləyir. Partnyorunuzla olan dialoqunuzda daha çox dinləməyə üstünlük versəniz, aranızdakı bağı daha da möhkəmləndirə bilərsiniz. Subay qoçlar üçün sosial mühitlərdə parlayacaqları və maraqlı bir tanışlığın başlanğıcı ola biləcək bir gündür. Sağlamlığınızda baş və göz nahiyənizə diqqət yetirin, ekrana baxma müddətinizi azaldaraq gözlərinizi dincəldin. Bugün özünüzə olan inamınız ən böyük silahınızdır, ulduzlar sizin cəsarətinizi alqışlayır. Buğa, əziz buğalar, ulduzların sizin üçün hazırladığı hüzur və bolluq dolu bir günə xoş gəldiniz. 8 may günü Veneranın o zərif və estetik enerjisi bütün varlığınızı bürüyəcək. Bugün həm maddi təhlükəsizlik, həm də mənəvi rahatlıq tapmaq üçün mükəmməl bir zamandır. İş həyatınızda səbirli və nizamlı fəaliyyətiniz sizi addım-addım hədəfə yaxınlaşdırır, bəlkə də uzun müddətdir gözlədiyiniz o maliyyə sabitliyi artıq əlinizdədir. Yaradıcı ideyalarınızı reallaşdırmaq, evinizi və ya iş mühitinizi gözəlləşdirəcək kiçik, amma zövqlü toxunuşlar etmək üçün ilham pəriləri sizinlədir. Maddi məsələlərdə investisiya və ya mülkiyyətlə bağlı mühüm xəbərlər ala bilərsiniz. Şəxsi münasibətlərdə güvən və sadiqlik sizin üçün hər şeydən üstündür, sevdiyiniz insanla keçirəcəyiniz sakit, səmimi bir söhbət bütün yorğunluğunuzu alacaq. Əgər aranızda həll olunmamış məsələlər varsa, bugün həmin düyünləri sülh və anlayış yolu ilə çözmək üçün göy üzü sizə dəstəkdir. Subay buğalar üçün isə təbiət qoynunda və ya sakit bir məkanda baş tutacaq görüş ruhunuza hüzur bəxş edəcək. Sağlamlığınızda boğaz və boyun nahiyənizi soyuqdan qoruyun, bitki çayları ilə daxili tarazlığınızı qorumağa çalışın. Bugün yer üzünün enerjisi ilə vəhdətdə olun, çünki kainat sizin üçün sabit bir gələcək qurmaqdadır. Əkizlər, əziz əkizlər, bugün sanki bütün dünya sizin natiqlik bacarığınıza və zehni çevikliyinizi heyran qalmaq üçün sözləşib. 8 may tarixində Merkuri sizə elə bir ünsiyyət gücü bəxş edir ki, ən mürəkkəb vəziyyətlərdən belə bir neçə sözlə çıxa bilərsiniz. İnformasiya axını bugün hər zamankından daha sürətli olacaq, telefon zəngləri, mesajlar və görüşlər gününüzün böyük hissəsini tutsa da, siz bu tempdən zövq alacaqsınız. Yeni bir mövzu öyrənmək, təhsil və ya xarici dil biliklərini təkmilləşdirmək üçün inanılmaz bir potensialınız var. İş mühitində sizin fərqli və orijinal ideyalarınız hər kəsin diqqətini çəkəcək. Bəlkə də yeni bir layihənin təməli məhz sizin sözlərinizlə atılacaq. Maddi məsələlərdə biraz diqqətli olmalısınız. Eyni anda bir neçə xərcin çıxması büdcənizi sarsıda bilər, ona görə də alış-veriş zamanı məntiqlə hərəkət edin. Şəxsi münasibətlərdə biraz tərəddüdlü ola bilərsiniz, eyni anda həm tək qalmaq, həm də sosiallaşmaq istəyi sizi yora bilər. Partnyorunuzla dürüst və açıq ünsiyyət qurmaq aranızdakı harmoniyanı qoruyacaq.
Sağlamlıq cəhətdən sinir sisteminizi dincəltmək üçün axşam saatlarında qısa bir yürüyüş və ya meditasiya çox faydalı olacaq. Sizin zəkanız bugün ən böyük bələdçinizdir, onu doğru yönləndirin. Xərçəng, əziz xərçənglər, bugün duyğularınızın ən dərin qatlarına enmək və mənəvi bir yenilənmə yaşamaq üçün ulduzlar sizin yanınızdadır. 8 may günü daxili hüzur və ailə bağları sizin üçün prioritet olacaq. Evinizdə vaxt keçirmək, keçmişin şirin xatirələrini bölüşmək və ya sevdikləriniz üçün nəsə xüsusi bir şey etmək ruhunuzu bəsləyəcək. İş həyatında intuisiyanız hər zamankından daha kəskindir. Bir işin uğurlu olub olmayacağını və ya kiminlə əməkdaşlıq etməli olduğunuzu ürəyiniz sizə pıçıldayacaq. Maddi mənada ev və ya ailə üzvləri üçün xeyirli olacaq alış-verişlər gündəmə gələ bilər. Şəxsi münasibətlərdə partnyorunuzdan gözlədiyiniz o dərin şəfqəti və qayğını bugün artıqlaması ilə hiss edəcəksiniz. Aranızdakı emosional bağın daha da möhkəmləndiyi bir dövrdəsiniz. Subay xərçənglər üçün isə keçmişdən gələn bir tanışlığın yenidən canlanması və ya sirli bir eşq macərasının ilk işarələri görünə bilər. Sağlamlığınızda mədə və həzm sisteminizə diqqət yetirin, emosional vəziyyətinizin iştahınıza təsir etməsinə icazə verməyin. Bugün daxili səsinizə güvənin, çünki o sizi heç vaxt aldatmayacaq. Sizin şəfqətiniz dünyanı daha gözəl bir yerə çevirir. Şir. Əziz şirlər, bugün ulduzlar sizin parlaqlığınızı və liderlik enerjinizi bütün dünyaya nümayiş etdirmək üçün sanki bir-biri ilə yarışır. 8 may tarixində Günəşin enerjisi sizin daxili motivasiyanızı o qədər yüksəldəcək ki, qarşınızda heç bir maneə dura bilməyəcək. İş mühitində hər kəs sizin qərarlılığınıza və yaradıcı yanaşmanıza heyran qalacaq, bəlkə də vacib bir təqdimat və ya çıxış üçün ən uyğun gündür. Natiqlik qabiliyyətiniz və cazibəniz sayəsində insanları öz ideyalarınıza inandırmaq sizin üçün çox asan olacaq. Sosial mühitdə yenə diqqət mərkəzindəsiniz, dost toplantıları və ya sosial layihələrdə aktivliyiniz artacaq. Maddi mənada özünüzü şımartmaq və lüksə meyl etmək istəyə bilərsiniz, lakin uzun müddətli hədəflərinizi də nəzərdən qaçırmayın. Sevgi həyatınızda ehtiras dolu anlar və qarşılıqlı heyranlıq ön plandadır. Sevdiyiniz insana qarşı göstərdiyiniz o böyük ürəkli münasibət qarşılıqsız qalmayacaq. Subay şirlər üçün isə bugün qəlbləri fəth edəcək yeni bir tanışlıq an məsələsidir. Sağlamlığınızda ürək nahiyənizə və onurğanıza diqqət yetirin, düzgün duruş və yüngül idman sizə enerji verəcək. Bugün özünüzü bir kral və ya kraliçə kimi hiss etməyə haqqınız var, çünki kainat sizin tərəfinizdədir. Qız, əziz qızlar, bugün sizin üçün nizamın, analitik düşüncənin və sonsuz məhsuldarlığın günüdür. 8 may tarixində ətrafınızdakı xaosu dərhal nizama salmaq və hər bir detalı mükəmməlləşdirmək istəyi ilə dolusunuz. İş həyatında sizin zəhmətkeşliyiniz və məsuliyyətiniz sayəsində ən çətin tapşırıqlar belə asanlıqla həll olunacaq. Yarımçıq qalmış işləri tamamlamaq, sənədləri qaydaya salmaq və ya sağlamlıq rutininizi yenidən nəzərdən keçirmək üçün bugün ideal zamandır. Maddi məsələlərdə çox realist və qənaətçil davranmağınız gələcəkdə sizə böyük bir güvən hissi bəxş edəcək. Şəxsi münasibətlərdə biraz tənqidi ola bilərsiniz, unutmayın ki, heç kim mükəmməl deyil və sevdiyiniz insanlara qarşı biraz daha tolerant olmaq aranızdakı bağı gücləndirəcək. Hisslərinizi məntiqlə analiz etmək yerinə onları sadəcə duymağa çalışın. Sağlamlıq cəhətdən immunitetinizə diqqət yetirin, təbii qidalanmağa və kifayət qədər dincəlməyə üstünlük verin. Axşam saatlarını mütaliəyə və ya zehni dincəldən bir fəaliyyətə həsr etmək ruhunuza çox yaxşı təsir edəcək. Sizin gücünüz təvazökarlığınızda və işinizə olan sadiqliyinizdədir. Tərəzi, əziz tərəzilər, bugün həyatınızın hər sahəsində harmoniya, gözəllik və ədalət axtarışındasınız. 8 may tarixində Veneranın yumşaq enerjisi sizi hər zamankından daha ünsiyyətçil və diplomatik edir. İş mühitində insanlar arasında vasitəçilik etmək, mübahisələri sülh yolu ilə həll etmək və komanda daxilində tarazlıq yaratmaq sizin bugünkü əsas missiyanız ola bilər. Yaradıcı işlərlə məşğul olan tərəzilər üçün bugün ilham dolu keçəcək estetik duyğularınız hər kəsi heyran edəcək. Maddi mənada biraz bədxərclik edə bilərsiniz, xüsusilə sənətə, gözəlliyə və ya daxili dekorasiyaya aid xərclər arta bilər.
Şəxsi münasibətlərdə romantik küləklər əsir tərəf müqabilinizlə olan bağlılığınız daha da dərinləşəcək və birlikdə keçirəcəyiniz hər an sizə hüzur gətirəcək. Subay tərəzilər üçün isə maraqlı və intellektual səviyyədə uyğun gələn bir insanla tanışlıq ehtimalı olduqca yüksəkdir. Sağlamlığınızda böyrək nahiyənizə və su qəbuluna diqqət yetirin. Təbəssümünüz bugün ətrafınızdakı insanların dünyasını işıqlandıracaq, onu heç kimdən əsirgəməyin. Dünyanın balansını qorumaq sizin əlinizdədir. Əqrəb, əziz əqrəblər, bugün sizin üçün sirli, dərin və inanılmaz dərəcədə güclü bir gündür. 8 may tarixində daxili gücünüzün və intuisiyanızın nə qədər sarsılmaz olduğunu bir daha hiss edəcəksiniz. İş həyatında strateji addımlar atmaq, rəqiblərinizdən bir addım öndə olmaq və hadisələrin görünməyən tərəflərini analiz etmək üçün mükəmməl bir potensialınız var. Heç kimin cəsarət etmədiyi çətin məsələlərin üzərinə gedərək hər kəsi öz cəsarətinizlə heyran qoyacaqsınız. Maddi mənada ortaq qazanclar, miras və ya investisiyalarla bağlı müsbət xəbərlər ala bilərsiniz. Şəxsi münasibətlərdə ehtiras və emosional dərinlik pik həddədir. Sevdiyiniz insanla olan münasibətinizdə tam sadiqlik və inam axtarırsınız. Lakin biraz daha açıq olmağa və yersiz qısqanclıqlardan uzaq durmağa çalışın. İnam münasibətin təməlidir. Subay əqrəblər üçün sirli və cazibədar bir insanın həyatınıza daxil olması bugün an məsələsidir. Sağlamlıq cəhətdən daxili enerjinizi balanslaşdırmaq üçün meditasiya və ya dərindən nəfəs alma məşqləri sizə çox faydalı olar. Sizin gücünüz dözümlülüyünüzdə və transformasiya qabiliyyətinizdədir. Kainatın mesajlarına diqqət yetirin. Oxatan, əziz oxatanlar, bugün macəra dolu ruhunuz sizi yeni üfüqlərə və geniş biliklərə səsləyir. 8 may tarixində Yupiterin o optimist enerjisi hər bir addımınızda sizinlə olacaq. İş həyatında rutin işlərdən bezib yeni və maraqlı layihələrə başlamaq üçün inanılmaz bir motivasiyanız var. Səyahət planları qurmaq, xarici dillərlə maraqlanmaq və ya fəlsəfi mövzularda söhbətlər etmək gününüzün ən rəngli hissəsi ola bilər. Maddi mənada şans sizin tərəfinizdədir, bəlkə də gözləmədiyiniz bir yerdən gələn qazanc və ya maraqlı bir iş təklifi sizi sevindirəcək. Sosial mühitdə sizin səmimi və dürüst münasibətiniz hər kəsin rəğbətini qazanacaq, yeni dostluqların təməli məhz bugün atıla bilər. Sevgi həyatınızda azadlıq və qarşılıqlı hörmət sizin üçün hər şeydən önəmlidir. Partnyorunuzla birlikdə yeni yerlər kəşf etmək və ya gələcək planları haqqında danışmaq münasibətinizi daha da canlandıracaq. Sağlamlığınızda qaraciyər nahiyənizə və ayaqlarınıza diqqət yetirin, aktiv qalmağa, amma özünüzü çox yormamağa çalışın. Həyat bir böyük səyahətdir və bugün siz o səyahətin ən maraqlı nöqtəsindəsiniz, hər anın dadını çıxarın. Oğlaq, əziz oğlaqlar, bugün sizin üçün ciddiyyətin, intizamın və gələcəyə yönəlik strateji addımların atıldığı mühüm bir gündür. 8 may tarixində Saturnun təsiri ilə daxili məsuliyyət hissiniz hər zamankından daha yüksək olacaq. İş həyatında zirvəyə gedən yolda daha bir mühüm pillə qalxa bilərsiniz. Sizin peşəkarlığınız və işə olan dərin sadiqliyiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Uzun müddətli hədəflərinizi yenidən nəzərdən keçirmək, maliyyə planları qurmaq və ya karyeranızda yeni bir səhifə açmaq üçün bugün mükəmməl zamandır. Maddi məsələlərdə çox konkret və hesablı davranırsınız ki, bu da sizi gələcəkdəki risklərdən qoruyur. Şəxsi münasibətlərdə biraz soyuqqanlı görünə bilərsiniz, sevdiyiniz insanların sizin diqqətinizə və emosional dəstəyinizə ehtiyacı olduğunu unutmayın. Onlara olan sevginizi hərəkətlərinizlə göstərməyə çalışın. Sevgi həyatınızda sabitlik və güvən ön plandadır. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi bir yerdə maraqlı bir tanışlıq ehtimalı var. Sağlamlıq cəhətdən sümük, diş və oynaq nahiyənizə diqqət yetirin, kalsium qəbulunu artırın. Sizin zəhmətiniz gec-tez böyük mükafatlarla geri dönəcək, inamla yolunuza davam edin. Dolça, əziz dolçalar, bugün yeniliklərin, fərqli ideyaların və sosial azadlıqların günüdür. 8 may tarixində Uranın qeyri-adi enerjisi sizi hər zamanki qəliblərdən çıxmağa və orijinal düşünməyə təşviq edəcək. İş yerində innovativ həllər təklif etmək, texnologiyadan və elmdən faydalanmaq üçün çox uyğun bir zamandır. Sizin gələcəyə baxışınız və humanist tərəfiniz bugün sosial layihələrdə və ya dostluq qruplarında ön plana çıxacaq.
Dostlarınızla olan ünsiyyətiniz sizə gözlənilməz, lakin çox perspektivli ideyalar bəxş edə bilər. Maddi mənada texnoloji bir cihaz və ya hobbiləriniz üçün bəzi xərclər çıxa bilər, lakin bu sizi məyus etməyəcək. Sevgi həyatınızda partnyorunuzla olan dostluğunuz və fikir uyğunluğunuz sevgidən daha vacib ola bilər. Birlikdə maraqlı bir fəaliyyətlə məşğul olmaq və ya dünyanı daha yaxşı etmək haqqında müzakirələr aparmaq sizi bir-birinizə daha çox yaxınlaşdıracaq. Sağlamlıq cəhətdən qan dövranına və ayaq nahiyənizə diqqət yetirin, qəfil hərəkətlərdən çəkinin. Siz sabahın insanısınız, bugünün enerjisindən öz xeyrinizə istifadə edin və ideyalarınıza hər zaman güvənin. Balıq, əziz balıqlar, bugün romantikanın, xəyalların və dərin mənəviyyatın dənizində üzürsünüz. 8 may tarixində Neptunun sehri bütün daxili dünyanızı bürüyəcək. Yaradıcı işlərlə məşğul olan balıqlar üçün bugün ilham pəriləri hər an yanınızda olacaq. Rəsm çəkmək, musiqi ilə məşğul olmaq və ya yazı yazmaq ruhunuza sonsuz huzur bəxş edəcək. İntuisiyanız hər zamankından daha güclüdür. Qəlbinizin səsi sizə həyatınızdakı ən çətin sualların belə cavabını tapmaqda kömək edəcək. İş həyatında biraz dalğın ola bilərsiniz, ona görə də xüsusi diqqət tələb edən sənədlərlə işləyərkən təmkinli olun. Maddi məsələlərdə xəyallara qapılmaq yerinə biraz daha realist faktlara söykənməyiniz yaxşı olar. Şəxsi münasibətlərdə şəfqət, fədakarlıq və dərin duyğular hakimdir. Sevdiyiniz insan üçün edəcəyiniz kiçik bir fədakarlıq onun ürəyində sizə qarşı olan sevgini qat-qat artıracaq. Subay balıqlar üçün isə ruhsal səviyyədə bir bağlılıq hiss edəcəkləri yeni bir tanışlıq ehtimalı olduqca yüksəkdir. Sağlamlığınızda ayaqlarınıza və immunitetinizə diqqət yetirin, bol vitaminli qidalara üstünlük verin. Dünyanın səs-küyündən biraz uzaqlaşıb daxili huzurunuzu tapdıqca həyat sizin üçün daha da gözəlləşəcək. Bəli, dəyərli izləyicilərimiz, 8 may tarixi üçün ulduzların və bürclərin bizə hazırladığı o maraqlı yol xəritəsi belə idi. Ümid edirik ki, hər biriniz bugünün müsbət enerjisindən öz payınıza düşən gözəlliyi alacaqsınız. Unutmayın ki, göy üzü sadəcə bir bələdçidir, həyatınızın rənglərini seçən və o yolda inamla irəliləyən isə sizin öz iradəniz və ürəyinizdir. Hər anın dadını çıxarın, sevgini paylaşın və kainatın sizə hər an hazırladığı o kiçik sürprizlərə diqqət yetirin. Sabahki astroloji proqnozumuzda yenidən görüşmək və xoş xəbərləri bölüşmək ümidi ilə.